Hazırda Məsumə xanım kurs keçir, gəlin tələbədən fikirlərini alaq. Məsumə xanımın səhifəsini mən TikTok vasitəsilə tanış olmuşdum. Yaxınlaşdım, ümumi nəzəri və praktiki təlimlərə qoşuldum. Bugün artıq təlimimizin 3-cü günüdür, praktika günü. İştirik xətlərin çəkilməyi haqqında, biz artıq cihazı necə taxılmaq lazımdır, rəngləri necə seçmək lazımdır, hamısını öyrənirik. İnşallah ki, yaxşı olar. İlk olaraq biraz qorxurdum. Fikirləşirdim ki, alınmaq çətin olar, amma Məsumə xanımın sayəsində bu qorxunu artıq türklər demişkən yenirəm. Yaxşı öyrənəcəm inşallah. Hələ bizim bir həftəmiz qalıb. O həftə ərzində artıq yavaş-yavaş müştərilər üzərində də, pasientlər üzərində də işləyib daha yaxşı nəticələr əldə edəcəyik. Əla, bəs Məsumə xanım, siz nə demək istəyirsiniz kurs Sağ barədə? olun Səbinə xanım. İnşallah bu kursu uğurla bitirəsiz. Alınana qədər mən sizi onsuz da buraxmayacağam. Mənimləsiz. Demək istəyirəm ki, sizə də əgər kamuflyaj ustası Azərbaycanda olmaq istəyirsinizsə, siz də mənim kursuma qatıla bilərsiniz.